Şimdi bugün təqdimatda əsas məsələlər göstəriləcək. Ondan əvvəl bəzi fikir və tapşırıqlarımı diqqətinizə çatdırmaq istərdim. Birinci növbədə bu sahədə dövlət qurumları arasında çox sıx koordinasiya aparılmalıdır. Burada dövlət qurumları arasında sıx təmaslar olmalıdır. Pərakəndəliyə yol verilməməlidir və qısa müddət ərzində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi dövlət qurumları ilə birlikdə tədbirlər planı hazırlamalıdır və mənə təqdim edilməlidir. Bu məsələdə işlərin daha səmərəli təşkili üçün hesab edirəm ki, hər bir dövlət qurumunda, ilk növbədə nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kiber təhlükəsizliyi üzrə bir müavin ayrılsın, ya yeni ştat vahidi yaradılsın, ya da ki, mövcud müavinlərin birinə bu sahə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaq şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır bugündən. Son illər ərzində müxtəlif dövlət qurumları, nazirliklər və digər dövlət qurumları tərəfindən müxtəlif platforma və tədbiqlər işlənilib, hazırlanmışdır. Bu işin artıq koordinasiya şəklində aparılması üçün hesab edirəm ki, buna da ehtiyac olmayacaq və tədricən yaradılmış platforma və tədbiqlər ləğv edilməlidir. İndi hansı müddət ərzində onu indi mənə təkliflər təqdim ediləndə təklif edərsiniz. Dövlət xidmətləri MyGov üzərindən həyata keçirilməlidir. Yəni, vahid mərkəz, hər kəs bunu bilməlidir. Həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək ki, bir ünvandan vətəndaşı lazım olan bütün xidmətlər göstərilməlidir. İndi nə qədər buna vaxt lazımdır, əlbəttə ki, bunu siz mənə bildirərsiniz. Eyni zamanda bugün mövcud olan platformaların üstünlükləri, əldə edilmiş təcrübə və bu platformaların işlənməsində iştirak etmiş şəxslər, kadrlarda ümumi işə cəlb edilməlidir. Yəni, əldə edilmiş nəticələri mən qiymətləndirirəm, amma eyni zamanda bugün vaxt gəlib çatıb ki, bu vahid mərkəzdə birləşsin. Kadr hazırlığına gəldikdə bu əsas vəzifələrdən biridir. Son vaxtlar bu istiqamətdə müəyyən işlər görülüb. Biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar. Ona görə nəzərə alsaq ki, bu uzun müddətli proses olacaq və bu proses ancaq və ancaq genişlənəcək. Bu sahədə kadrlara böyük ehtiyac olacaq gələcəkdə də. Və təbii ki, orta məktəblərdə ilkin biliklərin şagirdlərə aşılanması üçün yəqin ki, tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir.